4 sadə vərdiş beyni 8 il cavanlaşdırır. Florida Universitetinin alimləri müəyyən edib ki, bəzi sadə həyat tərzi vərdişləri beynin bioloji yaşını əhəmiyyətli dərəcədə gəncləşdirə bilər. Araşdırmanın nəticələri Brain Communications jurnalında dərc olunub. Tədqiqat 2 il ərzində orta və yaşlı 128 nəfər üzərində aparılıb. Alimlər MRT və süni intellekt üsulları ilə iştirakçıların beyin yaşını real yaşları ilə müqayisə ediblər. Nəticələr göstərib ki, müəyyən vərdişlərə sahib olan insanların beyinləri orta hesabla 8 il daha gənc görünür. Beyni cavan saxlayan əsas 4 vərdiş bunlardır: müsbət düşüncə və optimizm, keyfiyyətli və dərin yuxu, stresi düzgün idarə etmək və güclü sosial əlaqələrə sahib olmaq. Bu amillər birlikdə beyin sağlamlığına ciddi təsir göstərir. Tədqiqatın rəhbəri Kimberli Sibil bildirib ki, bu davranışlar təkcə psixoloji rahatlıq yaratmır, eyni zamanda beynin struktur və funksiyalarını qoruyur. Alimlər bildiriblər ki, xroniki ağrı, maddi çətinlik və aşağı təhsil səviyyəsi beyin yaşını artıra bilər. Ancaq müsbət vərdişlərin təsiri daha güclü və uzunmüddətlidir. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.